Müğənni bacılar Sevil və Sevinç öz aramızda verilişinin qonağı olublar. Demokratas xəbər verir ki, proqram zamanı Sevinç haqqında yayılan gizli ərə getməsi iddialarına ilk dəfə münasibət bildirib. Sevinç şəxsi həyatı ilə bağlı gündəmə gəlmək istəmədiyini deyib. Onun bu fikrinə bacısı Sevil də dəstək çıxıb. İki bacı bir ağızdan bildiriblər ki, indiyədək şəxsi həyatları ilə gündəm olmayıblar və bunu istəmirlər. Sənətçilər qeyd ediblər ki, şəxsi həyat adından da göründüyü kimi yalnız özlərinə aid bir mövzudur. Adı üstündə şəxsi həyatdır. Bu mənə bağlı bir şeydir. Bir dəfə görmüsünüz ki, bəyin saçını, əlini, qulağını paylaşım, uzağı öz aldığımız şeyləri paylaşırıq. Qardaşımın artıq övladları böyüyür, ailə qurmağın nə olduğunu anlayırlar. Biz şəxsi həyatı ilə gündəmə gəlməyi sevməyənlərdənik. Sevinç vurğulayıb ki, efirdə şəxsi həyatının müzakirə olunmasını qətiyyən istəmir və bu mövzu onun üçün həssasdır. Efirə çıxıb şəxsi həyatımı müzakirə etmək istəmirəm. Mənim üçün bu toxunulmaz mövzudur. Ailə quranda ictimaiyyətin bilib-bilməməyini zaman göstərəcək. Qarşı tərəf istəsə sosial şəbəkədə görünəcək, istəməsə yox. Bu ondan asılıdır. Sənətçi əlavə edib ki, şəxsi həyatın gizli qalması ona görə daha doğrudur. Məncə ən gözəli bilinməməyidir, şəxsi həyatdır. Hamının tanımasına ehtiyac yoxdur. Bilmək və ya bilməmək hər kəsin seçimidir və buna hörmət etmək lazımdır. Qeyd edək ki, Sevil və Sevinç bacıları uzun illərdir sənət fəaliyyəti ilə tanınsalar da, şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük veriblər. Xatırladaq ki, bir müddət öncə ifaçılardan biri Instagramda hekayə bölümündə əl şəklini yayımlayıb. Onun barmağındakı tək qaşlı üzük izləyicilərin marağına səbəb olmuşdu. Üzüyün adsız barmaqda taxılması isə izləyicilərdə evlilik iddiasını gündəmə gətirmişdi.